Öyümüz yaxındır. Buraya gəlir yoldaşım, valla ayda bir dəfə, ayda iki dəfə gəlir, mənim yoldaşım kalirdə işləyir. Gəlir, sürüyür, tökür ki, haraviyə gəlsinlər, töksünlər. Zibilxanadır, nə deyə bilərik? Əmə gətirin, hamısı ayaq altına tökür. Gətirin, ayaq altına tökür. Malın, bütün atın, hamısının ayağının altı. Budur, bax, belə zibilxana. Heç istəmirəm, mən deyirəm, əlimlə yığayım, prosto qoymur yoldaşım, bir xəstəlikdir. Nə xoş duyuruq, iyisindən heç bilirsən, nə qədər ziyandır insana. İki dəmirdən qoyarlarkən heç olmasa gətirib ona tökərlər. Heç bir vaxtı təmizləməyib asana qurban, heç bir vaxtı. Həmişə də buraya mənim yoldaşım şey eləyibdir. Dəriyə endərifdir ki, dəriyə getsin. Elə vaxtı olub da asana qurban. Bütün başqa yerlərin o mal zat kəsilir da, heyvan zat kəsilir. Onun dərsini, içini bütün gətirib buraya tökürlər. Heç bilirsəm, ona da yayda qara çivə yığılır, nə qədər xəstəlikdir. Onu da heç baxmırlar. Elə yer var, başqa yerdən də gətirir, maşın geri yanını verir, buraya tökür. Biraz da gərək insanın özündə ola da, bu cəsarət heç olmasa, biraz kultur ola, təmiz ola, təmizkar ola. Hər şey bu xəstəlikdə, hər şey bu zibilxananın xəstəliyindən əməl. Buraların malının südünü almaq mümkündür. Dünyasında ala bilməzsən. Ona görə həmişə pamperesi, şu an pamperesdir. Bizim özümüz də gətirib tökürük, məcburuna qaraq. Yeşik qoyulsun, valla. Gətirib boşaldana da özümüz şey eləyərik. Qoy təmizlik olsun. Təmizlik hər şeyi ödəyir, vallahi. Nə xeyiş olur, nə olur, yox, bütün xaraq budur göllər. Yəni heyvanın dərsi, mal baş ayağıdır, tökçüdən xaraq xurasıdır. Yəni buraya gef gəlmək olmur. Yayın qızmarında. Bütün o da xəstəlikdir. Qonadır, mən neçə gəlir, içərsən dilənəm, bugün mən araq xara nə dərsiyəm? Sənin özün də xəstəlik. Ona görə. Olmaz, təmizlik. Yəni gözəl, yəni o məhəllə mən dedim, o məhəllə, hər məhəllə gələn kalçıqda o şeylər qoyulsa, yəni hər şey təmizlik olar. Yəni o məhəllə buraya gəlməz. Hələ bura şükür Allah'a bir təmizlik, təmizlik. Bu ağaca kimi çıxır. Yəni geyib gəlmək olmur. İçindən də burada yaşayırıq, dura bilmirik. Yayın qızmarında da çox pis iyi vurur. Zibil yeşikləri qoysalar daha gözəl olar. 2 dənə xarı qoyublar, heç maşın girib götürmür. Amma başqa kəndlərdə, qonşu kəndlərdə hamısında maşınlar girib götürür. Bizim oraya 2 dənə qoyublar, ağzına qədər dolur, orada camaq durur. Malın dərsidir, heyvanın dərsidir, hamısını gətirib bura tülürlər. İçində də durmaq olmur. Kimə də bilər, hamısı öz kəndçilərimizdir. Onlar da qadın xayladır, gətirib tökür, bir dəvə deyirsən, 2 dəvə deyirsən, nə dərsən daha. Seçki qava, 2 dənə zibil qavı gətirdilər, qoydular. Onu da oraya qoyublar, gidib baxa da bilərsiniz, dolubdur, heç gəlib götürmür maşın. Zibil qavı qoyulsun, əlbəttə ki, təmizlik olar, maşın da girsin, gəlsin, götürsün, aparsın zibili. Zibil qab olsa, hamıq görürsün də küçələr, bütün salafanlar, hamısı oradan külək olanda qaldırıb buralara çıxardır. Təmizlik və ətraf mühitin qorunması üçün müəyyən edilmiş məbləğ 6 milyon 546 min 200 lari təşkil edir. Təmizlik və tullantıların idarə olunması üçün 5 milyon 169 min lari nəzərdə tutulub. Yaşıllıqların baxımı və mühafizəsi ilə bağlı 877 min 200 lari ayrılıbdır. Təmizlik sayəsində isə kapital yaratmaq üçün 500 min lari müəyyən edilib ki, bununla da gələn il üçün tullantı daşıyan maşınların alınması planlaşdırılır. Bu isə müvafiq olaraq bələdiyyəmizin təmizliyinə və tullantıların daşınmasına müsbət təsir göstərəcək.